Salam dəyərli kanal izləyicilərimiz, sizə Masazırda Qurtuluş 93 yaşayış kompleksində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində sahəsi 57 kvadrat metr olan 2 otaq düzəldilmiş mənzil təqdim edirəm. Mənzilin dəhliz hissəsindəyik. Kifayət qədər geniş dəhliz hissəsi var. Mənzilin sahəsinə görə bölgüsü çox ideal olunub. Bu hissəni göstərim. Mənzilin üstündə əlavə mansardda əlavə bir otaq da düzəltmək olar. Çıxış qoyublar. Mənzilin çıxarışı var. Sanitar boşalır, ayrı-ayrıdır. Sanitar qasıdır. Bu da hamam otağıdır. Əlavə su kəni qoyulur. Su kəsilmir burada, amma hər ehtimala qarşı əlavə ehtiyat su kəni də qoyulur. Bu mənzilimizin qonaq otağıdır. Bu hissə yataq otağıdır. Çəkilişin gedişatında mən onu sizə təqdim edəcəm, göstərəcəm. Bura mənzilimizin qonaq otağıdır. Qonaq otağından da balkon hissəni mətbəx ediblər. Mətbəxin də ayrıca pəncərəsi var. Dəyərli izləyicilər, ən gözəl bölgüdür ki, hər otağın özünün ayrıca pəncərəsi var. Qonaq otağından da keçid alırıq yataq otağına. Bu da mənzilimizin yataq otağıdır. Yataq otağı da kifayət qədər genişdir. Bütün avadanlıqla, rahatlıqla yataq otağına yerləşir. Mənzilin çıxarışı var, ipotekaya yararlıdır. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı da unutmayın.